Mediasiya haqqında qanun qəbul edildikdən sonra və eyni zamanda Mediasiya Şurası formalaşdıqdan sonra həmin qurumun fəaliyyəti ilə bağlı müəyyən tərəddüdlər vardı. Amma ötən müddətdə Mediasiya Şurasının fəaliyyəti bir daha təsdiq etdi ki, belə bir qurumun institusional olaraq yaranması məhz günün tələbi idi və praktik olaraq Mediasiya Şurası institusional bir qurum olaraq bu istiqamətdə fəaliyyətini gücləndirdi və eyni zamanda islahatların dərinləşməsinə töhfə verdi. Və statistika göstərir ki, mediatorların sayında, həm mediasiya institutuna edilən müraciətlərin sayında artımlar var və təbii ki, bu da mediasiya prosesinə olan inamın artmasına və mediasiya şurası vasitəsilə, mediasiya prosesi vasitəsilə bir sıra mübahisələrin həllinin reallaşmasına imkan yaradır. O baxımdan artıq Mediasiya İnstitutu bir institusional bir qurum olaraq özünü təsdiq edib və bu baxımdan təbii ki, qanunvericilik edilən dəyişikliklər bütövlükdə bu sahədə islahatların dərinləşməsinə xidmət edəcək. Eyni zamanda birinci oxunuşun tələblərinə uyğun olaraq nəzərə alsaq ki, hazırda Mediasiya Şurası tərəfindən ailə mübahisələri, bir sıra kommersiya, əmək verici də mülki mübahisələrə baxılır və nəzərə alsaq ki, qonşu qardaş Türkiyə daxil olmaqla bir sıra ölkələrdə, istər region ölkələrdə, istər inkişaf etmiş ölkələrdə məcburi olaraq ilkin mediasiya sessiyası tələb olunan işlərin siyasi kifayət qədər genişdir və artıq bizdə qanunvericilik təkmilləşir, Mediasiya Şurası institut olaraq artıq fəaliyyətini genişləndirir. O baxımdan daha məqsədə uyğun olardı ki, digər, o cümlədən qardaş Türkiyədə olduğu kimi ilkin olaraq mediasiya sessiyası tələb edən məcburi işlərin siyasi genişləndirsin. Bu bir tərəfdən mübahisələrin məhz bu mərhələdə daha qısa zamanda və eyni zamanda məhkəməyə təqdim olunmadan həll edilməsinə imkan yarada bilər. Eyni zamanda təbii ki, Mediasiya Şurasının fəaliyyətinin daha da genişləndirməsinə və yalnız və ya daha çox ailə mübahisələrinə deyil, eyni zamanda kommersiya, əmək və mülki mübahisələrin həllinə də dəstək olmasına imkan yarada bilər və xüsusən nəzərə alsaq ki, inkişaf etmiş ölkələrdə kommersiya mübahisələrin həllində mediasiya institutları kifayət qədər aktivdir. Biz bir müddət öncə Ombudsmanın məruzəsinin müzakirəsini həyata keçirdik. Orada da qeyd olunduğu kimi əmək mübahisələrinin həll edilməsində yeni yanaşmaların tətbiqi olduqca vacibdir və xüsusən əmək mübahisələrinin məhkəməyə qədər və məcburi olaraq ilkin mediasiya sessiyası vasitəsilə həll edilməsi və bu istiqamətdə islahatların dərinləşməsi məqsədə uyğun olardı. O baxımdan təbii ki, qanun layihəsi və bugün təqdim olunan statistika da göstərir ki, mediasiya sahəsində qarşıya qoyulan hədəflərə nail olmaq mümkün olur və təbii ki, yeni dövrün yeni tərəflərinə və yeni hədəflərinə uyğun olaraq mediasiya fəaliyyətinin genişləndirilməsi və bütövlükdə bu sahədə islahatların daha da dərinləşməsinə xidmət edəcək. Bu kontekstdən təbii ki, mən layihəni dəstəkləyirəm və hörmətli həmkarlarımızdan layihə dəstək olmasını xahiş edirəm. Çox sağ olun.